Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə adi və onluq kəsirlərdən bir neçə sual izahına nəzər salacağıq. Deməli, birinci sualda bizdən x-in neçə natural qiymətində kəsirinin düzgün olduğunu soruşur. Düzgün kəsirlərdə bilirik ki, surət hər zaman məxrəcdən kiçik olmalıdır. 2x ifadəmi yazıram, bərabərsizliyimi qururam və hesablamağımı aparmağa başlayıram. Deməli, 2x kiçikdir 5-dən, x da kiçikdir 2,5-dən. 2,5-dən kiçik natural qiymətləri soruşduğuna görə 1 və 2-ni götürəcəyik. Cavabda ümumilikdə 2 olacaq, çünki bizdən say soruşur. Keçirəm ikinci sualımıza. Deməli, ikinci sualımız bu cürdür. A-nın neçə natural qiymətində kəsirinin qiyməti natural ədəddir? Mən burada sadələşməmi bu cür aparacam. A kvadrat bölünsün A, üzərinə gəlinsin 5A bölünsün A, üzərinə gəlinsin 6 bölünsün A. Əgər bunu birləşdirmək istəsəz, görərsiniz ki, hər birində məxrəc ortaq A olduğuna görə qiymət dəyişməyəcək. Yəni, bir kəsirdə də ayrı-ayrı kəsirlər şəklində də yaza bilərəm. Daha sonra sadələşdirməmi aparıram. Burada qalır A, burada qalır 5 və son olaraq alırıq ki, A üzərinə gəlinsin 5 və üzərinə gəlinsin 6 böl A. A onsuz da natural olacağı üçün burada mən heç bir problem yaşamıram. Məsələ buradadır. Deməli, bizdən istəyir A-nın neçə natural qiymətində kəsirinin qiyməti natural olsun. Deməli, mən burada A-nı 6-nın bölənləri, yəni 1, 2, 3 və 6-nın özü olaraq seçməliyəm ki, A-nın yerinə bu qiymətlərdən hər hansı birini yazdıqda cavabımız tam bir ədəd alınsın. Yəni, tam natural ədəd. Mənfi deyil. Və kəsir şəklində də deyil. Baxırıq növbəti sualımıza. Yenə bənzər bir sual. Deyir ki, A-nın neçə tam qiymətində kəsirinin qiyməti tam ədəddir. Baxın uşaqlar, burada mən surəti elə bir formaya gətirməliyəm ki, yuxarıda izah elədiyim sual formasında yazmaq mümkün olsun. Yəni, mən bura A üzərinə gəlinsin 6 yazsam. Amma yuxarıda -3 olduğuna görə mən onu çıxılsın 9 əlavə eləyərək təmin edirəm. Aşağıda qalır A plus 6 öz yerində. Daha sonra bunu yenə ayrı-ayrı kəsir şəklində yazıram. A plus 6 bölünsün A plus 6. Üzərinə gəlinsin. Bir saniyə. Üzərinə gəlinsin. Əslində çıxılsın. 9 bölünsün A plus 6 şəklində ifadə. Baxın, bura ixtisar gedəcəyi üçün 1 çıxılsın. Bu ifadə alınır və kəsirin qiymətinin tam ədəd olması üçün burada tam ədəd olmalıdır. Mənfi, müsbət fərqi yoxdur. Bilirik ki, yəni mənfi ədədlər də tam ədədlər sırasına girir. Sadəcə olaraq biz burada onluq kəsir və yaxud da sadəcə kəsir şəklində saxlasaq belə bunların alınmasının qarşısını almalıyıq. Necə ala bilərəm? Mən 9 bölünsün A plus 6 ifadəsində A plus 6-nı 9-un bölənləri olaraq seçəcəm. A plus 6, 9-un bölənləri -9. A plus 6 ola bilər müsbət 9. Daha sonra A plus 6 -3. A plus 6 müsbət 3. A plus 6 -1. A plus 6 müsbət 1 şəklində yazıram və A-ları tapmağa başlayıram. Deməli, ilk halda bizim A-mız olacaq -15. Burada olacaq müsbət 3. Burada olacaq -9. Burada olacaq -3. Burada -7 və burada isə -5 şəklində qiymətlər almış olacağıq. İndi mən burada diqqət etməliyəm nəyə? Bu aldığım cavablardan hər hansı biri A plus 6-nı 0 halına gətirirmi? Burada gətirməyəcək, çünki biz konkret olaraq 9-un bölənlərini yazmışıq. Bu sıraya isə 0 daxil deyil. Amma əgər qarşınıza başqa tip misal çıxarsa, əlavə məlumat olaraq qeyd edirəm bunu. Qarşınıza başqa tip misal çıxarsa, siz məxrəcin 0 olmamasına diqqət etməlisiniz. O misal tiplərini də o tipli misallar işləyəndə görəcəyik.
Bizdən say soruşduğu üçün buradakı ədədləri sayırıq və bizim cavabımız da olacaq bu. Daha sonra baxıram 4-cü suala. Baxa bilmirəm. Aha, deyir ki, məxrəci 90 olan düzgün kəsirlərdən neçəsi sonludur və yaxud da sonsuzdur. Həm sonlu, həm sonsuz olanı tapacağıq. Baxın, əgər xatırlayırsınızsa, mən mövzu izahında qeyd etmişdim ki, məxrəc ancaq 2 və 5-lərdən ibarət olmalıdır. Sırf 2-lər ola bilər, sırf 5-lər ola bilər və yaxud da həm 2, həm 5-lər ola bilər. Amma əlavə bir şey olmamalıdır. Gəlirəm 90-ı vuruqlarına ayırıram. Deməli olacaq 2, 3-ün kvadratı və 5. 18 vurulsun 5. Aha, 90 bu şəkildədir. İndi deyərsiniz ki, burada 90-ın içərisində 3 var. Bunu heç cür göstərmək olmur. Amma unutmayın ki, burada bizdən istədiyi düzgün kəsirdir. Yəni, surətdə də hər hansı bir qiymət olacaq və ixtisar gedəcək. Biz qaydanı qeyd edərkən, ixtisar etdikdən sonra məxrəcdə qalan ifadədə 2 və 5-lər olmasını istəmişdik. İxtisardan əvvəl belə bir şey ola bilər. Deməli, mən nə edəcəm? Mən demişəmsə 3 olmamalıdır. Burada isə 2 dənə 3 var. Yəni 3-ün kvadratını çıxardıram. Qalır 2 və 5. Məxrəc 2 və 5-lərdən ibarət neçə dənədir? Üzr istəyirəm, video qırıldı. Deməli, burada 3-ün kvadratını atdıqdan sonra yerdə qalır 2 və 5-lər. Məxrəc 2 və 5 olan, yəni qısacası 2 vurulsun 5 şəklində olan neçə kəsirimiz var? Bura 10 elədiyinə görə və bizdən düzgün kəsir istədiyi üçün məxrəci 10 olan neçə düzgün kəsirimiz var? Məxrəci 10 olan 9 düzgün kəsirimiz var və buna görə də bizim cavabımız 9 ədəd olacaq. İndi burada bizə əlavə olaraq verib neçəsi sonsuzdur? Baxın uşaqlar, məxrəci 90 olan ümumilikdə 89 dənə kəsir yoxdur, düzgün kəsirdən söhbət gedir. Bunun 9-u sonludursa, deməli yerdə qalanlar sonlu deyil. Yəni 80 ədəd sonlu olmayan kəsir var. İndi orada qarışıq, daha doğrusu başqa cür misal tipləri də ola bilər. Bunu da vaxtı gələndə, qarşımıza çıxanda öyrənəcəyik. Misalı sabitləyib izah edə bilsəm. Deyir ki, məxrəci 200 olan kəsirlərdən neçəsi ixtisar olunandır və yaxud da olunmayandır. İxtisar olunmayan o deməkdir ki, qarşılıqlı sadədir. Yəni, burada da düzgün kəsir söhbəti olmalıdır. Sadəcə qeyd eləməmişəm. Olan düzgün kəsirlərdən. Düzgün. Çünki əgər burada düzgün şərtini verməsə, sonsuz sayda ədəd çıxarmaq olar. Gəlirəm 300 ilə qarşılıqlı sadə olan ədədləri tapıram. Deməli, 300-ümüz 3 vurulsun, daha doğrusu 2-nin kvadratı vurulsun 3 vurulsun 5-in kvadratı olacaq. 25 vur 4, 100 və 300. Aha. Deməli, bu formadadır. Əgər xatırlayırsınızsa, mən Euler düsturunu qeyd etmişdim sizlərə. Necə idi? 300 vurulsun 2-də 1, vurulsun 1 minus 3-də 1, vurulsun 1 minus 5-də 1 şəklində yazıram. 300 qalsın 2-də 1, 3-də 2, 5-də 4. Bunlar getdi, bu getdi. 100, bununla bu getdi 20 və qaldı 80. Baxın, bu nədir? 80 dənə 300-də, 300-dən kiçik olub 300-lə qarşılıqlı sadə olan ədəd var. Qarşılıqlı sadə də odur ki, yəni bunlar ixtisar getmir. Deməli, 300 kəsirdən, daha doğrusu 299 düzgün söhbəti var deyə, 299 kəsirdən 80 dənəsi ixtisar olunmayan kəsirdir və yerdə qalan, yəni 299 çıxılsın 80, qalır 219 dənəsi isə ixtisar olunan kəsir olacaq. Düzgün kəsirlərdən söhbət gedir. Bir daha qeyd edim, yuxarıda yazmamışdım. Qarışıqlıq olmasın və gəldik bu tipli misal tiplərinə. Bunlar çox çıxır qarşınıza.
göz qorxudur. Əslində isə o qədər qorxulu bir şey deyil. Bunu qətiyyən ortaq məxrəc eləmirsiniz. Hal-hazırda bir neçə yolunu göstərəcəm sizə. Daha sonra hansı rahat gələrsə onu istifadə edə bilərsiniz. Deməli, əvvəlcə sadələşməmi aparıb özüm üçün yol yaradıram. Məsələn, mən birinciyə yazsam, 3-də 1 çıxılsın 5-də 1. Burada sonda ortaq məxrəcimiz 15 alınacaq, 5 çıxılsın 3, surətdə 2 olacaq. Buranı əslində vuranda 15 eləyir. Burada heç bir problem yoxdur. Amma surətim 1-dir, burada gəldi surətim 2 alındı. Mən bu 2-dən qurtulmaq üçün verilmiş kəsirimizi 2-də 1-ə vura bilərəm. Yoxlasanız görərsiniz ki, hər birində məxrəc eyni alınacaq, surətdə 2 olacaq. Ona görə bu surəti nizamlamaq üçün mən qarşıya 2-də 1 yazıram və qalanlarını olduğu kimi 3-də 1 vurulsun 5-də 1-i bu formada. Daha sonra üzərinə gəlinsin verilmişdi mənə 5-də 1 vurulsun 7-də 1. Bunu da 5-də 1 çıxılsın 7-də 1 şəklində yazıram. Üzərinə gəlinsin 9-da 1 vurulsun 11-də 1. Arada 7-də 9-u yazmadım deyəsən. Hə, 7-də 9 var. 7 çıxılsın 9-da 1. Üzərinə gəlinsin 9-da 1 çıxılsın 11-də 1. Baxın, yenidən oxuyuram. 3-də 1 çıxılsın 5-də 1. Üzərinə gəlinsin 5-də 1 çıxılsın 7-də 1. Üzərinə gəlinsin 7-də 1. Bu da çıxma işarəsidir. Çıxılsın 9-da 1. Üzərinə gəlinsin 9-da 1 çıxılsın 11-də 1. Baxın, eyni şeyin mənfi müsbətləri olduğuna görə buralar tamamilə silindi, getdi. Mənim əlimdə qaldı nə? Qarşıya yazdığım 2-də 1. Mötərizə daxilindəki 3-də 1 və çıxılsın mötərizə daxilindəki 11-də 1. İxtisar gedəcək 2-də 1 vurulsun 33-də 8. İxtisarımı apardım. Cavab qaldı 33-də 4 şəklində ifadə. Deməli, bunu qısaca xülasə halına gətirib yazsaq, mən yerim qalmadı. Bu formada bir qısaltma çıxarda bilərik ki, kəsrimizin, deməli, bu formada olan kəsirlərdə məxrəclərin aralarındakı fərqi yazıram mötərizə qarşısına. Təbii ki, yenə məxrəcdə olacağı üçün 2-dirsə əgər 2-də 1, 2 deyilsə, məsələn 3-dürsə 3-də 1 formasında yazacağam. Deməli, qaydamız oldu necə? Aradakı fərq vurulsun, bir saniyə. Aradakı fərq, yəni bunların aralarındakı fərq 2 olduğuna görə 2-də 1, birinci kəsir, yəni 3-də 1, gördüyünüz kimi birinci kəsir budur. Sonuncu kəsir budur. Çıxılsın 11-də 1. Eləyəcək 2-də 1 vurulsun 33-də 8. İxtisarımı aparıram və qalır 33-də 4. Və əlavə olaraq buna hər zaman ödənməsə də, hansı hallarda ödəyəcək, hansı hallarda ödəməyəcək, bunu da qeyd edirəm. Deməli, nə edirəm? Birinci kəsirin məxrəcini vururam sonuncu kəsirin məxrəcinə və surətə yazıram saylarını. Say deyəndə 1, 2, 3, 4 vurulsun surət. Surət hamısında 1 olduğuna görə say dedim. Əgər 2 olsaydı surətdə 2 vurulsun 4, yəni 8 yazacaqdım. Burada ehtiyac yoxdur. Gördüyünüz kimi yenə 33-də 4 formasında cavab aldı. İndi bu nə zaman ödənməyəcək? Nöqtələr olarsa. Məsələn, tutalım ki, bu formada verilib, arada bir xeyli nöqtə var və uzun bir ədəd yazılıb. Sən oradakı ədədləri saya bilməyəcəksən. Və əlavə olaraq topluda olan misal tiplərini görmüsünüz də. Bir neçəsini verir, sonda araya nöqtələr qoyur və gəlir ən sonda enli, məsələn, A-lı falan, yəni dəyişənli ifadə yazır. Bu formada mənim bu sonuncu yazdığım ödəməyəcək. Ona görə mənim tövsiyəm birinci yolu yadda saxlamaqdır, birinci yolla işləməkdir. Amma əgər dediyim kimi nöqtələri yoxdursa, arada sən konkret sayı görə bilirsənsə, bu da qısa və əlverişli bir yol ola bilər. Sonra var bizim əlimizdə bu tipli maraqlı misallar. Bunlar da TOEFL-da qarşımıza çıxırdı. Əksər şagirdlər orada çətinlik çəkdiyi üçün bunu da izah eləmək istəyirəm. Deməli, uşaqlar, mənə belə bir ifadə verib, bunun qiymətinin A-ya bərabər olduğunu qeyd edib və əlavə bir ifadə də verərək A ilə ifadə eləməyimi istəyib məndən. Mən normalda, yəni bunun sadə formalarını izah eləmişdim ki, toplayıram məsələn bununla bunu, bununla bunu, bununla bunu.
Nə zaman toplayıram? Məsələn, 7-də 5 üzərinə gəlinsin, 7-də 4, 7-də 7 alınarsa, 1 tam olarsa, mənim üçün çox rahat olardı ki, toplayım. Amma baxıram ki, heç də elə bir şey deyil. Əgər 7-də 4 deyil də, 7-də 2 olsaydı çox yaxşı olardı. Və yaxud da 9-da 8 deyil, 9-da 4 olsaydı əla olardı. 9-da 9 olardı, 1 tam olardı. Baxıram ki, bu hal hamısında mı eynidir? Məsələn, 6-da baxıram ki, 3 olsaydı 3-ün üzərinə 8 gələrdim, 11 və 1 tam. Bu hamısında ödədiyinə görə, verilmiş 3 kəsirin 3-ündə də ödədiyinə görə mən bunun hər birini ayrı-ayrılıqda 2-yə bölürəm. Buranı böldüyüm üçün məcburam A-nı da bölüm. Deməli, bunu bir x ilə əvəz eləsəm, yazacağam. Bax, artıq toplaya bilirəm. Görürsünüz, hamısı 1 tam, 1 tam, 1 tam eləyir. Yəni, x plus a bölünsün 2 bərabərdir olacaq 3 tam. Çünki 1, 1, 1. 3 dənə 1 var. Mənə lazımdır x-i a ilə ifadə eləmək. X-in nəyə bərabər olacaq? 3 çıxılsın, a bölünsün 2 şəklində ifadə. Daha sadə bir variantda verilsəydi, məsələn, hal-hazırda özümdən bir misal yazım. Deməli, 4-də 1 üzərinə gəlinsin. 6-da məsələn neçə yazım? 6 olmasın. Yazıram 7-də 2 üzərinə gəlinsin. 9-da deyil, 11-də yazıram. Yenə yuxarıda mı eyni idi? 7 ilə 9-lar eyni oldu. Bunu dəyişib 13 yazsam. Buna A deyim. Sürət neçə olsun? Sürət də atıram 2 olsun. Bunu verib mənə və məndən istəyir ki, 4-də 3 üzərinə gəlinsin, 7-də 5 üzərinə gəlinsin, 13-də 11 kəsirini deyir, A ilə əvəz elə. Mənim yuxarıda qeyd elədiyim sadə variant budur. Baxın, buna mən x desəm, hər üçünü toplasam 4-də 4, 7-də 7, 13-də 13. Görürsünüz, 3 tam alınır. Yəni, x ilə A-nı toplayanda 3 tam olur. Məndən x-i istədiyinə görə x-in bərabər olur. 3 çıxılsın A-ya. Bu sadə variantıdır. Bu nisbətən çətin variantıdır. Çətin deyil, əsla çətin deyil. Çünki baxar-baxmaz görünür ki, 2-yə bölməklə almaq mümkündür. Topluda və yaxud da başqa yerlərdə qarşımıza daha çox çıxarsa bunlardan əlavə də nümunələr görəcəyik. Mən əslində dərs izahında hovuz məsələləri, iş məsələlərinə aid nümunə vermişdim. İstəyirəm bir neçə nümunəni də burada göstərim. Məsələn, deyək ki, Günay bir işi 5 saata görür, Anar isə bir işi 7 saata görür. Onlar birlikdə 2 saat işləsələr, işin hansı hissəsi görülməmiş olar? Baxın, görülməmiş deyir. Deməli, nə edəcəm? Bunlar 1 saata, yəni Günay 1 saata işin 5-dən birini, Anar isə 7-dən birini görür. İkisi birlikdə işləsələr, bunların 1 saata görəcəkləri iş olacaq 35-də 12. Baxın, bu bunların 1 saata gördükləri işdir. Mən bayaq qeyd elədim ki, bunlar 2 saat işləsələr, buranı da vururam 2-yə, buranı da vururam 2-yə. Olacaq 35-də 24. Baxın, bu işin görülmüş hissəsidir. Mən qeyd elədim ki, hansı hissəsi görülməmiş qalar. Görülməmiş qalan hissədə 35-i tamamlamalıyam. Yəni, bir tama gətirməliyəm. 35-də 24. Cavabımız olacaq 35-də 11 hissəsi görülməmiş. Nəysə, hövsələm daraldı, yazmayayım uzun. Bu oldu işin görülməmiş hissəsi. Görülmüşü soruşsaydı da 35-də 24 deyəcəkdik. Eyni misal tiplərini hovuz məsələlərində də tətbiq eləyə bilərsiniz. Əksər hallarda hovuz məsələsi borudur, odur, budur görən kimi hamınız misaldan qaçırsınız, soyursunuz, amma xeyr, elə deyil. Tutalım ki, deyir birinci boru hovuzu doldurur 12 saata, 12 saata, ikinci boru doldurur hovuzu 9 saat deyək. 9 saata. Deyir ki, bunlar və əlavə olaraq üçüncü bir dənə də boru əlavə eləyirəm. Bu boru isə hovuzu boşaldır 7 saata.
Baxın, boşaldır deyirəm. Bu doldurur, bu doldurur, bu boşaldır. Neyniyəcəm? Əvvəlcə bu üçünün eyni vaxtda açıq qalarkən bir sadə hovuzun hansı hissəsini doldurduğunu tapacam. Məsələn, şərtini qoyum. Sualını daha doğrusu qoyum. Deməli, mən demək istəyirəm ki, bu borulardan, məsələn, ikinci boru 2 saat işlədikdən sonra, yəni hər üçünü açıram, 2 saat sonra bu ikinci borunu bağlayıram. Yəni krantı bağlayıram. Və deyirəm ki, 2 saatdan sonra ikinci boru bağlanır. Hovuz neçə saata dolar? Maraqlı məsələ olur. Baxın, məsələn, 1 saata yenə 1 saata görülən işi tapıram. 9-da 1 çıxılsın 7-də 1. İndi mənə deyirdi ki, 2 saat bunların hər üçü açıq qalır. Deməli, 2 saat açıq qaldığına görə 12-də ikisini bu doldurur, 9-da ikisini bu doldurur, 7-də ikisini bu boşaldır. Daha sonra 2 saat işlədikdən sonra bunlar, yəni bu ikinci boru bağlanacaq. Gəlin baxaq görək bu boru bağlanana qədər, yəni bu krant bağlanana qədər hovuzun hansı hissəsi dolub. Elə rəqəmlər seçmişəm, ortaq məxrəc tapa bilməyəcəm. Gəlin bunu dəyişək. Yəni hesablama ilə vaxt itirmək istəmirəm ona görə. Deməli, bura olsun nə 6 saat olsun. Bu da olsun 6 saat. Çünki ortaq məxrəc tapmaq elə çətin olur. Deməli, 36 olacaq ortaq məxrəc. 6 üzərinə gəlinsin 8, 14, çıxacam 12. 36-da 2 hissəsi dolub. Deməli, mənim qalıb hansı hissəm boş? 36-da 34 hissəsi. Bunu ixtisar eləyim. İxtisar eləyəcəm. Deməli, 18-də 1 hissəsi dolub, qalıb 18-də 7 hissə. 18-də 17 hissə. 18-də 17-si qalıb. Deyir ki, bu o ikinci bağlandıqdan sonra neçə saata dolar? Neçə saata dolduğunu bilmək üçün mən bu ikisinin 1 saatı gördükləri işə baxıram. Bu 12-də 1-ini doldurur, bu isə 6-da 1-ini boşaldır. Baxıram 1 saata, bu qalsın 18-də 17. Rəqəmlərə baxıram, cavab alınana oxşamır. Deməli, 12-də 6-dan yox, mənfi ilə alınır cavab. Nəysə, bizim hovuzumuz dolmayacaq. Rəqəmləri qarışıq seçmişəm. Bura nə yazsam? Bura 18 yazsam daha yaxşı olardı. Rəqəmləri doğru seçməmişəm. Alınmadı burada cavab. Gəlin başqa bir misalda göstərim. Elə 18 ilə olsun. Deməli, yenə 12-də 1 ilə, bunu biraz böyüdüm. Deməli, 12-də 1 saata dolur. 2 saat açıq qaldığına görə bu. Sonra 9-da 2 doldu. Ona 18 dediyimə görə bunu da 18-də 2 eləyəcəm. Bu geçsin, 9-da 1 qalsın. Ortaq məxrəcimiz yenə 36 olacaq. 36-da deməli 6 üzərinə gəlirəm 8, 14. Çıxıram 4. Eləyəcək 36-da 10 hissəsi dolmuş. Bu da eləyəcək 18-də 5 hissəsi dolmuş. Mənə lazımdır indi 18-də 13 hissəsini doldurmaq. 1 saata mənim borularım nə iş görür? 12-də 1-ini bu doldurdu, 18-də 1-ini bu boşaltdı. Mənə lazımdır 18-də 13-ünün dolmağı. 18-də 13-ü yazıram. Deməli, bölünsün 36-da 1. Bu da olacaq 18-də 3. 3 deyil, 13 idi bu. 18-də 13 vurulsun 1, 36. Kəsirlərin bölünməsindən istifadə elədim. Hardan gəldi, necə gəldi deyə soruşmayın. Deməli, bunu da vururam, olacaq 26 saata. Yəni, bir sutkadan da artıq bir müddətdə gözləyin ki, hovuz dolacaq. Siz hovuza girəcəksiniz. Deməli, baxın, misalı yuxarıda qarışdığı üçün yenidən təkrarlayıram. Deyir ki, birinci boru hovuzu 12 saata, ikinci boru 9 saata doldurur. Üçüncü boru isə 18 saata boşaldır. 2 saat bu borular açıq qaldıqdan sonra ikinci boru, yəni 9 saata dolduran boru bağlanır. Bu bağlanandan sonra deyir, hovuz neçə saata dolar? Yazını yuxarıda qeyd elədim. Baxın, bu ilk yazdığım olacaq 2 saat ərzində dolmuş hissə. 2 saat ərzində 18-də 5-i doldu. Yerdə qalır 18-də 3. İkinci boru bağlandığı üçün bu gedir. Artıq bu çıxdı sıradan.
Qalır mənim əlimdə iş görən bu 12 saat ərzində dolduran boru və 18 saat ərzində boşaldan boru. Bunların ikisinin bir sahada gördükləri iş nədir? Hovuzun 36-da bir hissəsini doldurmaq. Mənə lazımdır nə? 18-də 3 hissəsinin dolması. Ona görə də hovuzun 18-də 3 hissəsini bölürəm bunların ikisinin bir sahada doldurduqları hissəyə. Cavabımız alınır 26. Fərqindəyəm, bu misal biraz uzun və qarışıq oldu. Sadəcə olaraq gördüyünüz zaman qorxmayasınız deyə dedim. Yəni hesablanması ilə tanış olun, necə olur, hansı formalardan, hansı yazı üsullarından istifadə olunur. Bunlarla tanış olun istədim. Yəni sonuncu misalda biraz qorxa bilərsiniz, amma qorxmayın. Sağ olun, hələlik.